Xatir Muhammed Vali Muhammed sələvat çekilir. Ya Allah, bura diqqətlə baxın, zəhmət olmasın. O cəmaatın girdiyi Telli Zeynəbiyə. Telli Zeynəbiyə nədir? Telli yəni Xanım Zeynəb Salamullah Reyhanın təpənin üstünə çıxdığı yer. Həmin təpəyə Telli deyilir. Xanım Zeynəb Salamullah Reyhan oradan nəzər edib. Və lənət olunmuş Şimrin onun başını kəsdiyi yerə. Həmin döyüş səhnəsinə o yerdən nəzarət edir. Tarix deyir ki, Xanım Zeynəb Salamullah Reyhan görür ki, Şimir lənət olunmuş İmam Hüseyin əleyhissalamın boğazını kəsmək istəyir və oradan gəlir həmin məqama, həmin məkana qılıncla kəsmək istəyəndə öz əlini verir qabağa. Tarix deyir ki, Şimirin qılıncı qalır Xanım Zeynəb Salamullah Reyhanın əlinin içində və Xanım Zeynəbin əlini kəsir. Yəni, dərin yaralayır və ondan sonra gəlirlər Xanım Zeynəb Salamullah Reyhanı oradan çəkirlər kənara. İmam Həsən əleyhissalamın oğlu İmam Həsən əleyhissalamın